Yəni su ilə gedirəm də. Yəni dizdən yuxarıdır. Suyun dərinliyi dizdən yuxarıdır. Sulutəpə və Xocəsəndən xeyli post yağış videoları yayılıb sosial şəbəkələrdə. Bəs bu ərazilər niyə yağışa hazır deyildi? 13 mart 2025-ci ildə yerli mətbuatda xəbər yayıldı ki, Bakının Binəqədi rayonunun Xocəsən, Sulutəpə və 28 may qəsəbələrinə kanalizasiya xəttinin çəkilməsi planlaşdırılır. Deyilirdi ki, mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması məqsədi ilə işlərin icrası mərhələlərlə həyata keçiriləcək. Keçən bir il ərzində hansı işlərin görüldüyünü müəyyən eləmək mümkün deyil, çünki hesabatlılıq yoxdur. 28 fevral 2024-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə keçirilən dinləmədə demişdi ki, Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin normal vəziyyətə gətirilməsi üçün lazım olan vəsait 10,5 milyard manatdır. Hökumət tenderləri şəffaf keçirmədiyi üçün ona nəzarət eləmək müstəqil media üçün əlçatan deyil. Reallıq odur ki, Sulutəpə, elə Xocəsən də yenə yağışa hazır deyil. Hərçənd Milli Hidrometeorologiya Xidmətindən Qafqaz İnfoya verilən məlumata görə 27-sindən 29-u səhərədək düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 143 mm qeydə alınıb ki, bu da aylıq normadan təxminən 6 dəfə çoxdur. Xalq arasında normadan artıq sözü artıq istehza ifadəsinə çevrilib. Yağış normadan artıq yağır, kanalizasiyalar çatdırmır. Buna görə şəhəri su basır. Yaxşı ki deməyib ki, cəmaət normadan artıq yiyir. Hörmətli Bakılılar,